Salavat zikr eləyək. Bir-birimizin salamatçılığına, dualarımızın qəbulluğuna, hacətlərimizin qəbulluğuna, günahlarımızın bağışlanmasına, İmam Rıza Aleyhisselamın pak və mütəhhər ruhunun şadlığına, ağanın ruhunun bizlər üçün duacı və şəfaətçi olmasına salavat zikr eləyək. İlk önce onu qeyd eləyək ki, İmam Rıza Aleyhisselamın hərəmi ən böyük hərəmlərdən biridir. Ərazisi təxminən 99-100 hektardır ki, bu hərəminin bir neçə səhnəsi var. Ki biz də bu hərəmin bir neçə səhnəsini keçib bu yerə gəlmişik. Və bu yerdə bir ziyarətimiz var və bundan sonra bir dənə də ziyarətimiz olacaq. Ondan sonra İmam Rıza Aleyhisselamın mübarək qəbrinin ziyarətinə daxil olacaq inşallah. Allah'ın izniyle Kərbəlayi Vüsal qardaşımız burada olan ziyarət haqqında məlumat verəcək. Özünün, ailəsinin salamatçılığına salavat zikr eləyək. Əvvəla Allah ziyarətlərimizi qəbul eləsin. Azərbaycandan gəldiyi ağamızın ziyarətinə Allah bu ziyarətimizi bizdən əla dərəcədə qəbul eləsin. Amin. Allah cəmi arzusunda olanlara, həsrətində olanlara nəsib eləsin inşallah. Həzrət İmam Rıza Aleyhisselamın mübarək ziyarəti hər kəsə nəsib olmaz. Biz ki gəlmişik bu ziyarətə, Allaha həmd olsun ki, Allah bizlərə nəsib elədi.